Hər kəsə salam. Avtomobilin çəkisi 1050 kiloqramdır. Avtomobilə 2 nəfər mindikdən sonra ümumi çəkisi 1180 kiloqram oldu. Sərnişinlərdən birinin çəkisi digərindən 18 kiloqram çoxdur. Daha ağır olan sərnişinin çəkisi neçə kiloqramdır? Əvvəlcə məsələni analiz edək. Deməli, bizə verilib avtomobilin çəkisi, avtomobilə 2 nəfər mindikdən sonra olan ümumi çəki, bir də həmin o 2 dənə nəfərin çəkiləri. Aydındır. Bunlar verilib bizə və bizdən ağır olan sərnişinin çəkisini soruşur. Əvvəlcə hər zaman məsələni həll etməzdən öncə məsələni analiz etmək lazımdır. Yəni bu məsələdə nə verilib və məndən nə istəyir? Nə istəyir? Onsuz da sualda aydın olur bizə. Ağır olan sərnişinin çəkisini istəyir bizdən. Bizə məlum olan budur. Bir də verilənlərlə mütləq şəkildə əlaqə qurmaq lazımdır. Yəni bizə nə verilib, onu analiz etməsək, biz heç vaxt məsələni həll edə bilmərik. Analiz etdik. İndi gəlin analiz etdiklərimizi tətbiq eləyək. Deməli var, aydın olması üçün bura bir daha yazıram. Biri var avtonun çəkisini biz bilirik, düzdürmü? Avtomobilin çəkisi 1050 kiloqramdır. 2 nəfər mindikdən sonra, baxın yazıram bura, avto üzərinə gəlinsin 2 nəfər. Bərabər olur neçəyə? 1180-ə. Sərnişinlərdən birinin çəkisi digərindən 18 kiloqram çoxdur. Birincinin çəkisi x-dir, ikinci bundan 18 çoxdursa olacaq x üstəgəl 18. İndi gəlin belə yanaşaq məsələyə. Avtomobilin öz çəkisi bizə məlumdur, düzdürmü? Baxın 1050. Bu bizə məlumdur. Bir də var 2 nəfərlə bir yerdə olan çəkisi. Deməli, gəlin yazaq. Deməli biz avtomobilin üzərinə, avtomobilin öz çəkisinin üzərinə bu birinci və ikinci sərnişinlərin məlum olmayan çəkilərini gəlsək, biz həmin bu çəkini alacağıq. Düzdür. Gəlin indi onu tətbiq eləyək. Deməli, avtomobilin öz çəkisini yazıram. 1050 üzərinə gəlinsin x, üzərinə gəlinsin x üzərinə gəl 18 bərabərdir neçəyə? 1180-ə. Çünki bizə deyir ki, avtomobilin öz çəkisini 2 nəfərin birlikdə çəkisi bu qədərdir. Ona əsasən də biz bu şərti yazmış olduq. Aha, indi gəlin həll eləyək. 2x, x-ləri topladıq 2x, üzərinə gəlinsin, 1050 ilə 18-i toplasaq eləyəcək 1068. 1068 bərabər eləyəcək neçəyə? 1180-ə. Aha. İndi gəlin hesablayaq. 2x bərabərdir 1180-dən çıxacaq neçəni? 1180-dən çıxacaq 1068-i. Yazaq bura. 1180 minus 1068. X-i tapaq. 2x bərabərdir. 1080-dən 1068-i çıxanda neçə eləyəcək? 112. X də tapırıq. 112-ni də 2-yə böləndə eləyəcək neçə? 56. Aha. Tapdıq, düzdürmü? Cavabı 56 tapdıq. Amma bu 56, tapdığımız bu 56 bizə x-i qiymətini verir. Yəni bunu verir bizə. Demək bu 56-dırsa, 56-nın üzərinə 18 neçə eləyəcək? 74. Deməli 56, 74. Bizdə nəyi soruşur? Baxın, variantda hər ikisi var. Həm 56 var, həm 74 var. Bizdən isə ağır olan sərnişinin çəkisini soruşur. Ağır olan sərnişinin çəkisi isə olacaq